Mən elə deməmişdim. Sən səhv başa düşdün. Hərdən məsələləri çox böyüdürsən. Biz səninlə zarafat edirdik. Səndən başqa hamı mənim kimi düşünür. İttihamları sizə tanışdırsa, gaslighting-in adını bilməsəniz də dadını bilirsiniz deməkdir. Adını gaslight, yəni qaz lampasının işığı adlı tamaşadan alan bu termin kiçik yalanlar, ironiya və insanı özündən şübhələndirən hərəkətlərlə ona zərər verməyi ifadə edir. Tək başına elə də təsirli olmayan bu manipulyasiyalar davamlı hala gələndə qurbana ciddi zərər verir. Əvvəlcə deyəsən mən səhv xatırlayıram kimi başlayan şübhələr, sonra mən axmağam, heç nəyi xatırlamıram kimi ağır özündən şübhəyə səbəb olur. Qurban get-gedə özünün bacarıqsız, lazımsız, problemli biri olduğu qənaətinə gəlir. Əgər sevdiyiniz insanlar ətrafınızdan bir-bir uzaqlaşırsa, həmişə üzr istəyən və ittiham olunan tərəfsinizsə, özgüvənsiz hiss edir və gerçəklik duyğunuzu itirdiyinizi düşünürsünüzsə, gaslight təsirində ola bilirsiniz. Belə hallarda mütləq psixoloji dəstək alın.